Böyük bir müharibənin olması bu coğrafiyada ciddi dağıntılara, fəlakətlərə gətirib çıxara bilər. Nəzərə almaq lazımdır ki, hər iki dövlət nüvə klubuna daxil olan dövlətdir. Və 1947-ci ildən Hindistan İttifaqı və Pakistan Dominionu yaradandan sonra müxtəlif bu cür eskalasiyalar, gərginliklər, müharibələr baş vermişdir. Amma əgər hazırki reallıqlarda döyüş meydanında bu iki dövlət üz-üzə gələcəksə, onda Rusiya-Ukrayna müharibəsi bunun çox-çox kölgəsində qalacaq. Çünki çox milyonlu ordudan söhbət gedir və eyni zamanda burada həm Hindistan tərəfində islamofob görüşlərin uzun müddətdir ki, kultivasiyası, müsəlmanlara qarşı aqressiv, radikal çıxışlar, parlament səviyyəsində, hökumət səviyyəsində Hindistan ictimaiyyətini də bax bu cür Pakistana qarşı nifrət nitqinə körükləmişdir. Bu da səbəbsiz deyil və hazırki vəziyyətə təsir edən məqamdır. Və qardaş Pakistanın mövqeyi tamamilə aydındır. Əgər bir hadisə baş veribsə, bunu təftiş etmək, analiz etmək, səbəbkarları müəyyən etmək və cəzalandırmaq. Deyir, həm də müstəqil ekspertlər gəlsin, biz hazırıq deyir. Tamamilə doğrudur. Amma burada bir analiz aparmaq lazımdır. Hadisələr arasında analogiyada bir baxa bilərik. Məsələn, Həmas və İsrail arasında müharibə nədən başlandı? Oktyabrın 7-sində. Oktyabrın 7-sində, tamamilə doğrudur. Turistlərə qarşı bir hücum təşkil olundu. Eyni hadisədir, sanki başqa dövrdə, başqa coğrafiyada baş verir. Orada da Kəşmir ərazisində olan turistlərə bir hücum, basqın təşkil olunmuşdu. Mənə elə gəlir ki, bax burada bu paralellər arasında, oxşarlıqlar arasında da səbəbkarları tapmaq olar. Sanki bir güc var dünyada. O, qərbdən şərqə doğru müxtəlif eskalasiyaları, dondurulmuş münaqişələri, müxtəlif yatmış konfliktləri oyatmaqla məşğuldur. Məsələn, Rusiya-Ukrayna, daha sonra cənuba doğru proyeksiya olundu, yaxın şərq, indi isə Hindistan, Pakistan, gedəcək o tərəfə Yaponiya və təzən fırlanacaq. Sanki, bax, dünya yenidən bu cür formatlanır və burada müxtəlif müharibələr fonunda maraqlıdır ki, vasitəçilik etmək istəyən dövlətlərin də sayı ya heç görünmür və ya susqunluqla qarşılayırlar, narahat olduqlarını bildirirlər və bu da təəssüf doğuran məqamdır. Məsələn, Amerika Birləşmiş Ştatları baş vermiş məsələ ilə bağlı geniş müharibənin olmaması bizim arzumuzdur kimi bir bəyanatla kifayətlənir. Rusiyanın da kifayət qədər burada vasitəçilik etmək potensialı var, nədənsə görünmür. İran tərəfi vasitəçilik etmək missiyasını sanki üzərinə götürməyə çalışır. Çünki baxmayaraq ki, İran, Hindistan və İran-Pakistan münasibətlərinin müzakirəsi üçün İranın Xarici İşlər Naziri Abbas Araqçının regiona səfəri təşkil olunur. Amma Pakistandan sonra indi Hindistanda da bu görüşlər təşkil olunacaq. Və əlbəttə ki, burada əsas məsələ beynəlxalq hüquqa hörmətlə riayət eləməkdir. Bu beynəlxalq hüquqa keçməmişdən öncə bu proqramdan hazırlaşarkən gördüm, İlyas müəllim, Hindistan Birləşmiş Ərəb Əmirliklərinə müraciət edib ki, vasitəçi olsun. Ola bilər, bəli. Yəni, bilmirəm, bu nə dərəcə Əruz müəllim sizin yəni, burada, məlumatınız var? bilirsiniz, məsələn, İran nüvə proqramı ilə bağlı Omanda keçirilir görüşlər. Elə dövlətlər ola bilər ki, hər iki tərəfə loyal olsun, platformanı təmin etsin. Ola bilər ki, heç beynəlxalq münasibətlər sistemində nüfuzlu, təsir edici bir aktor olmasın. Amma bu, hər iki tərəfin, münaqişə tərəflərinin o dövlətə olan inamı əsasında bir masa arxasında müzakirələr təşkil oluna bilər. Şübhəsiz ki, məsələni dinc yolla həll etmək lazımdır. Və burada söylənildi sizin əvvəlki fikirlərinizdə ki, böyük ərazidə və əhalinin də çoxluq təşkil etdiyi bir ərazidə ayrı-ayrı güc mərkəzləri buranı bir proksi kimi sınaqdan keçirdirlər. Deyək ki, Pakistana Çinin dəstəyi, Hindistana ABŞ-ın dəstəyi ilə burada böyük alovlanma baş verə bilər. Bu geopolitik məsələlər var. Bunun hidro tərəfləri var. Məsəl üçün, Pakistan ərazisindən axan çayların Hindistan qarşısını alır və burada quraqlığa, insanların sosial fəlakətinə, demografiyaya təsir eləyir. Bu dəfə də etdi. Bu dəfə də elədi. Yəni, bu cür məsələlər var. Əlbəttə, dünya okeanlarına çıxış, onlar uğrunda mübarizə, mal, tədarük, mübadilə məsələləri də var. Amma şübhəsiz ki, burada böyük müharibənin qarşısını almaq üçün müxtəlif vasitələr həyata keçirilməlidir. Və tərəflər arasında da hazırki günə qədər də, bu reallığa qədər sanki bu eskalasiyanı çərçivə həddində saxlamaq niyyəti də vardır. Deyək ki, İndiyə qədər 3 dəfə olub da. 3 dəfə bu cür aralıqlarla bu baş verir. Amma maraqlıdır ki, tərəflər sərhədi keçmirlər. Öz ərazilərində qırıcıları qaldırıb, qarşı tərəfin hədəflərinə vururlar. Və bu əlbəttə ki, geniş miqyaslı müharibəyə çevrilə bilər.
Ona görə də beynəlxalq geosiyasi aktorlar da buna susqun nümayişkarana baxmamalıdırlar. Çünki çox böyük dağıntılardan, fəlakətlərdən söhbət gedir və artıq bu müharibə də baş versə, aydın şəkildə artıq Bəhruz müəllim də dediyi kimi 3-cü Dünya müharibəsi ayrı-ayrı coğrafiyalarda eyni anda gedir. Koalisiyalar da var. Dövlətlər öz mövqelərini də ifadə edirlər. Hərbi cəhətdən də silahlanma və Amerika Birləşmiş Ştatlarının növbəti il üçün hərbi büdcəni 1,3 trilyon dollara qədər artırması məsələsi var ki, artıq siyasi, dinc, diplomatik vasitələr kənara çəkilir. Daha çox eskalasiya, militarizasiya, hərbi ritorika və müharibə siqnalları. Bəli, müharibəyə təşviq və radikal ekstremist baxışlar, terrorçuluğa dəvət və digər məsələlər çox ciddi problemlərdir hazırda. Bəli.